Selamun Aleyküm ve Rahmetullah. Və aleykum salam. Şeyx, əgər biri məndən soruşsa ki, sən sələfisən və sələfilik nədir sualını versə, mən ona nə cavab verməliyəm? Sən deyirən ki, bəli, mən sələfiyəm. Sələfilik nədir? Sələfilik Quran, Allahın ayələrindən, Peyğəmbərimizin səhih hədislərindən və sahabələr və onların yolunda gedənlərin fəhmi ilə, yanaşması ilə yanaşmaq dinə, Quran sünnəyə. Sələfilik budur. Həmçinin sələfilik bidətləri, xurafatları, nağılları, nə bilim, yuxuları və s. şeylər qəbul eləmirlər dində, dini məsələlərə aidsə. Sırf tabiçilikdir dinə. Din nə deyib, necə şərh olunub sahabələr tərəfindən və onlardan sonra gələnlər, onların yolunda olanlar. O cür qəbul eləmək. Vəssalam. Bəs sələflər hansı məzhəbə bağlıdır? Bilirsiniz, sələflər müəyyən bir məzhəbə bağlı deyirlər. Müəyyən məzhəbə bağlı deyirlər. İndi biz məzhəb deyəndə, sünnilərdə məsələn Hənəfidir, Malikidir, Şafiidir, Əhməddir. Düzdür, bunlar dördü deyil, başqaları da var. Sadəcə onlar mədrəsələri məsələn belə də inkişaf eləməyib. Elə o səbəbdən də dövlətlər də təsirləyib. Məhz dörd məzhəb yayılıb. O birisilər qalmayıb. Məsələn, belə baxanda İmam, məsələn, Leys ibn Sa'd, İmam Malikdən də güclü idi elmdə. Lakin onun mədrəsəsi, İmam Malikin mədrəsəsinin yanında o cür inkişaf eləmədi. Bilirsiniz, müəyyən bir insana təqlid, bir dənə Peyğəmbərə təqlid eləmək olar. Təqlid eləmək olar. Amma ondan savayı biz təqlid eləyirik dəlillərə. Hələ imamlar da bunu deyib. Abu Hanifədə, Malikdə, Şafiidə, Əhməddə. Onlar hamısı bunu deyib. Ona görə Şafii, baxmayaraq İmam Əhməd, İmam Şafiinin tələbəsi idi. İmam Şafii hərdən dərsdə deyirdi ki, ey İmam Əhməd, ey Əhməd, əgər səhih hədislər varsa dinə, biz fətvalarımızı düzəldək. Yəni, Quran və hədis üzərində idi hər şey. Yəni, o yol da Abu Hanifənin deyil. Abu Hanifə inşallah salihlərdən olub. İnşallah biz onları salih insanları övliyalar kimi bəlkə də tanıyıb baxırıq, övliyalar kimi baxırıq onlara. Həm Abu Hanifəyə, həm Malikiyə, həm Şafiyə, həm Əhmədə. Onlar heç biri mənə elə gəlir ki, onların necə şəxslər idi, onlar razı olmazdı ki, onlardan sonra belə şey eləsin. Necə ki, sahabələr, necə ki, hətta Peyğəmbərlər, məsələn, İsa aleyhissalam. İsa aleyhissalam məsələn deyib ki, mən Allahın oğluyam, yox. Lakin ondan sonra ona iftiralar atıldı. Sonra hətta Peyğəmbərimizə bidətlər uydurdular. Sahabələrdən, Əhl-i Beytdən nə qədər şey uydurublar. Aydındır. Hətta imamların özlərindən də Abu Bakırdan, Ömərdən və ya Abu Hanifə, Malik, Əhməd. Onlar hamısı salih insanlar olub. Salih insanlar olub. Necə İmam Şafii deyir, "Uhibbus salihinə və lestu minhum." Salihlərdən olmasam da salihləri sevirəm. Şeirində deyir. İmam Şafii həm şair idi. Lakin onlar hamısı Quran, sünnə üzərində sadəcə ictihad ediblər. Kimi ictihadda düz olub, kimi ictihadda səhv olub. Lakin onların səhvi eyb deyil onlara. Allah da səhv eləməyən. Ondan savayı hamısı səhv eləyə bilər və edir də. O da insanın kamilliyindəndir. Ona görə amma müəyyən bir məhzəbə tutunaq, müəyyən bir şəxsin dalınca getmək yoxdur belə sələflərdə. Bəli.